Allah katında değeri uca olan, müminlerin həsrətlə gözlədiyi Ramazan ayına artıq sayılı günlər qaldı. Bu ay gəlmədən öncəki aylarda Allah Resulü sallallahu aleyhi ve sellem Allah'a belə dua edərdi. Allah'ım, Rəcəb və Şabanı haqqımızda bərəkətli eylə və bizi Ramazana qovuşdur. Allah Resulü sallallahu aleyhi ve sellemin ifadəsiyle bu ay əvvəli rəhmət, ortası məğfirət və sonu da cəhənnəmdən qurtuluş ayıdır. Ramazan. Bu ad sadəcə bir ayın adı deyil. Bu ad ruhun dirildiyi, qəlbin yuyulduğu, günahların yandığı ilahi bir mövsümdür. Ramazan kəlməsi ərəb dilindən tərcümədə iki mənaya bağlanır. Biri, yay sonunda yağan və yer üzünü tozdan, torpaqdan təmizləyən yağmur. Digəri isə günəş altında qızıb yanan qum və daşlar. Necə ki, yağış torpağı təmizləyir, necə ki, qızğın yer ayağı yandırır, Ramazan da eləcə günahları yuyar, yandırar və yox edər. Quran-ı Kərimdə buyurulur ki, bəzi ibadətlər bir toxum kimidir. Bəzən 7, bəzən 70, bəzən isə 700 qat bəhrə verər. Əgər ibadət toxumunun 700 və daha çox bəhrə verdiyi bir mövsüm varsa, o mövsüm Ramazandır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, Ramazan ayı girəndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər. Xüsusilə də şeytanın ən azğınları, mərəzəy şeytanlar zəncirlərə vurular. Yəni insanı günahlara sürükləyən ən güclü maniyələr belə zəifləyər. Bu ayda bəhanələr azalır. Qəlblər həqiqətlə üz-üzə qalır. Orucla bağlı isə Allah Teala buyurur ki, oruc mənim üçündür. Onun mükafatını da mən verəcəyim. Bu elə bir ibadətdir ki, onun dəyərini ölçmək mümkün deyil. Mükafatını isə yalnız Allah Cəllə Cəlaluhu bilir. Çünki oruç tutan bəndə yeməsini, içməsini yalnız Allah üçün tərk edir. Hədis şəriflərə baxıldığında görülür ki, Ramazan bağışlanmaq üçün möminə verilmiş ən böyük fürsətdir. Hətta bağışlanma o qədər asandır ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Cəbrailin bu duasına xütbədə ikən amin demişdir. Ramazana yetişib də bağışlanmayanın burnu yerlə sürtünsün. Bu ayı necə qarşıladığımız isə çox önəmlidir. Bizdən öncəki nəsillər Ramazanı bizim hacdan gələn insanları necə böyük sevinclə qarşılayırıqsa, Ramazanı o sevinclə qarşılayardılar. Aylar öncə Ramazana yetişmək üçün dua Allaha yalvarardılar. Ramazan bitəndə isə çox sevimli bir qonağı yola salarkən ev sahibinin kədərləndiyi kimi o ayı yola saldıqları zaman kədərlənər, üzülər, ağlayardılar. Onlardan soruşulduğunda ki, siz bu ayı necə qarşılayardınız? Onlar cavab verərdi ki, biz heç birimiz qəlbimizdə qardaşımıza qarşı zərrə qədər kin olduğu halda Ramazan hilalını qarşılamazdıq. Bəs biz Ramazanı bu ruhla qarşılayırıqmı? Ramazanda çox insanlar oruç tutacaq, çox insanlar namaz qılacaq. Amma fərq hardadır? Fərq ibadətin sayında mı, yoxsa ibadətin keyfiyyətindədirmi? Biri Quran oxuyar, qəlbi titrəyər, gözü yaşarar, gözündən yaşlar damlayar. Biri isə televizora baxaraq Quran səhifələrini çevirər. Hər oxunan Quranın qarşılığı eyni deyil. Hər edilən ibadətin qarşılığı eyni deyil. Hər tutulan orucun qarşılığı eyni deyil. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, necə oruç tutanlar var ki, oruclarından onlara yalnız aclıq və yorğunluq qalar. Deməli, Ramazan sadəcə ac qalma ayı da deyil. Ramazan dəyişmək ayıdır. Ramazan kamala çatmaq ayıdır. Bu ayda mümin iki şeyi ummalıdır. Başta Allahın rızasını, Allahın razılığını və Allahın onun günahlarını bağışlamasını və Allahın günahlarımızı bağışlanmasını Allah'tan bu ayda ummağımız lazım. Əgər bunlar əldə olunarsa,
o zaman Ramazan bize yetişmiş, biz de Ramazana yetişmişik demektir. Orucluqdan sonra müsəlmanda bir dəyişiklik yoxdursa, deməli Ramazan qapımızdan keçib, amma qəlbimizə girməyib. Allah Teala buyurur ki, ey iman gətirənlər, oruç tutun ki, oruç sizə fərz qılındı ki, fərz edildi ki, bəlkə təqvalı olasınız. Təqva, Allahdan qorxmaq sadəcə ac qalmaq deyil. Təqva dili, gözü, qulağı, qəlbi oruca daxil etməkdir. Oruclu insan yalan danışmamalıdır. Oruclu insan qeybət etməməlidir. Çirkin söz söyləməməlidir. Çünki oruc bir qalxandır. O qalxan yalan və qeybətlə deşilərsə, insanı qoruya bilməz. İnsan üçün bir qalxan olmaz. Ramazan bizə hər gecəni Qədir gecəsi kimi yaşamağı öyrədir. Keçən Ramazanla bu Ramazan arasında mənəvi olaraq nə qazandığımızı soruşturmağımız lazım, mühasibə etməyimiz lazımdır. Elə isə Ramazana ruhumuzla hazırlaşaq. Dilimizlə, qulağımızla, gözümüzlə oruç tutmağa hazırlaşaq. Və bu il Ramazan bizə gəlsin. Çünki Ramazan bağışlanmaq üçün verilən ilahi bir fürsətdir. Və bu fürsət hər zaman yenidən gəlməyə bilər. Və bu fürsət hər zaman yenidən gəlməyə bilər.